Aha, keçək 97-ci sualla. Bizə deyir kükürt, dəmir qırıntıları və xörək duzundan ibarət qarışıq ayırmaq üçün yerinə yetiriləcək təcrübə işlərinin ardıcıllığını müəyyən edin. Deməli, əlimizdə 3 maddə var. Kükürt, dəmir qırıntıları və xörək duzu. Bilirik ki, kükürtlə dəmir qırıntıları suda həll olunmur, xörək duzu isə həll olur. Gəlin bunu təsəvvür eləyək ki, bunu necə həll edə bilərik? Məsələn, birinci, üçüncü prosesi yerinə yetirsək, yəni əlimizdə kükürt var, dəmir qırıntıları və xörək duzundan ibarət bir qarışıq var. Mən buna maqnit yaxınlaşdırsam nə baş verər? Maqnit onun içərisindəki bütün dəmir qırıntılarını götürər və yerdə kükürtlə xörək duzu qalar. Vəsə, deməli mən bu üçüncü prosesi həyata keçirərək buradan dəmir qırıntılarını apardım. Tamamilə ayırmış oldum. İndi davam edəcəm mən dördüncü proseslə. Niyə dördüncü proseslə? Dördüncü proseslə gördüyünüz kimi su əlavə edib. Əlimizdə də kükürt və xörək duzu var. Mən buna su əlavə etsəm əgər, xörək duzu suyun içərisində nə olar? Həll olar və burada kükürt qalar. Sonra isə həmin bu əldə etdiyim məhlulu mən əgər ikincidəki kimi gördüyünüz kimi buradan süzsəm, o zaman kükürt süzülər, süzmə kağızının üzərində qalar və su isə aşağı gedər, yəni durular. Buradan kükürt də həll olar və sonra bir dənə əlimizdə qalacaq. Buradan həll olan nə olacaq? Xörək duzu, tərkibində xörək duzu olan su. Həmin tərkibində xörək duzu olan suyu da mən qaynatdığım zaman su uçacaq və xörək duzu ayrılmış olacaq. Doğru cavab olacaq Y. Bir daha təkrar eləmək istəyirəm. Əlimizdə 3 maddə var. Kükürt var, dəmir qırıntıları var və bir də xörək duzu var. Yəni qurudur. 3 dənə maddə bir-birinə qarışıb. İlk öncə mən bunların yanına maqnit yaxınlaşdırıram. Maqnit oradakı bütün dəmir qırıntılarını çəkir və yalnız və yalnız kükürtlə xörək duzu qalır. Sonra kükürt və xörək duzunun üzərinə su əlavə edirəm. Xörək duzu suyun içərisində həll olur və kükürt içərisində sanki toz şəklində qalır. Sonra isə həmin maddəni süzdüyüm zaman kükürt süzmə kağızının üzərində qalır və süzülən həmin bu su xörək duzu, içərisində xörək duzu olan su olur. Həmin o içərisində xörək duzunu olan suyu da son dəfə olaraq birincidəki gördüyünüz kimi buxarlandırıram. Su buxarlanır və duz qalır. Doğru cavab oldu Y variantı. Keçirəm 98-ci suala. 98-ci sualda da mənə deyilir ki, Euler-Venn diaqramına əsasən x, y vəziyyəti müəyyən edin. Deməli, mənə x olaraq verib distillə suyu, z olaraq etil spirti ilə su və y-də hər ikisinə yəni uyğun getməlidir, ortaq olmalıdır. Baxın, ilk öncə cavablardan gedirik təbii ki. Məsələn, C variantından başlamaq istəyirəm. C variantında y-ə, yəni ortaya nə yazılıb? Bərk haldadır. Sizcə etil spirti ilə su və ya distillə suyu bərk halda ola bilər? Xeyr. Təbii ki, maye haldadır. Ona görə C variantını atıram. Baxıram D variantına. D variantında X-a yazılıb ki, qaz halındadır. Distillə suyu nədir bu? Sudur da. Su qaz halında ola bilər? Xeyr, yanlışdır. Y variantına baxıram. Y variantına mənə deyilir ki, eyni cinsli qarışıqdır. Distillə suyu eyni cinsli qarışıq deyil, saf maddədir. Çünki eyni cinsli qarışıq nə idi ümumiyyətlə? Qarışıq 2 və daha artıq saf maddədən ibarət sistemə biz qarışıq deyirdik. Amma distillə suyu yəni sudur. Qarışıq deyil. Məsələn, etil spirt ilə su bəli qarışıqdır. Çünki maye plus mayedir də bu. Tərkibində həm spirt var, həm su var. Amma distillə suyunda sadəcə distillə suyudur. Yəni saf maddədir. Y variantında atıram. Təbii ki, A variantı yanlışdır. Çünki X dedik ki, saf maddədir. Bəli, Z qaz halındadır və Y-də gördüyünüz kimi bizə qarışıq verib. Saf maddə sizə qarışıq ola bilər? Xeyr, təbii ki, saf maddə başqa bir şeydir, qarışıq başqa bir şeydir. Etil spirti ilə su bəli qarışıqdır, amma distillə suyu qarışıq deyil. Y-də ortada olduğuna görə bu da yanlışdır. Amma B variantına baxsaq, tərkibi sabitdir distillə suyunun, bəli, çünki saf maddədir. Hər ikisi maye halındadır təbii ki və etil spirti ilə su da eyni cinsli qarışıqdır. Bəli, demişdik ki, distillə vasitəsilə ayırırdıq. B variantı doğrudur. Keçək 99-cu suala. A variantında sirkə turşusu ilə su verilib, B variantında isə etil spirti ilə su verilib. Daha doğrusu A maddəsi, A qarışığı sirkə turşusu ilə sudur, B isə etil spirti ilə sudur. Deyir, hansı ifadələr A və B qarışıqlarının hər ikisinə aiddir? Distillə üsulu ilə ayırmaq olar. Bəli, sirkə turşusu plus su. Bunlar hər ikisi nədir? Hər ikisi də maye plus mayedir və eyni cinslikdir. Yəni bir-birində həll olan mayelərdir. Ona görə distillə ilə ayıra bilərik. Eyni cinsli qarışıqdır, təbii ki, eyni cinsli qarışıqdır. Elektrik cəryanını keçirir. Sirkə turşusu bilirik ki, necə yazılır? Sirkə turşusu
Burada qeyd edirəm bilməyənlər üçün CH3COH-dır sirkə turşusu, etil spirti isə C2H5OH-dır. CH3COH bunu elektroliz dərsində ətraflı keçəcəyik. CH3COH elektrolitdir, C2H5OH isə qeyri-elektrolitdir. Ona görə də hər ikisi elektrik cəryanı keçirmir. A keçirir, B isə keçirmir. Deməli 3 yanlışdır. Doğru cavab olacaq 1-2 Y variantı. Keçirəm 100-cü suala. X, Y və Z maddələrindən ibarət qarışıqdan bu maddələri ayırmaq üçün həlledicilərdən hansı ardıcıllıqla istifadə etmək lazımdır? Deməli, burada gördüyünüz kimi yazılıb həlledici. Həlledicilərdən 3 dənə bizə həlledici verir. Biri sudur, biri spirtdir, digəri isə efirdir. Yəni 3 həlledicidir. Burada olan X, Y, Z isə həll olan maddələrdir. Yəni bunlar həll olandır. Burada yazılanlar isə həlledicilərdir. İndi bir-bir biz bunların həll olub həll olmağına baxırıq. Bunları silirəm. Gəlin baxaq. Məsələn, birinci başlayıram sudan. Suda hansılar həll olur? Və baxıram ki, bir dənə Y həll olur. Bir də Z həll olur. X gördüyümüz kimi suda həll olmur. Baxın, aşağısına baxıram. X həll olmur. Spirtə baxıram. Spirtdə X həll olur. Y ilə Z həll olmur. Efirə baxıram. Efirdə X həll olur. Y də həll olur, amma Z həll olmur. Deməli, həll olub, həll olanları qeyd elədik. Sonra fikirləşirəm ki, məsələn, burada gördüyünüz kimi bütün cavablarda ardıcıllıqdır, yəni ardıcıllığı seçməliyəm. Su ilə efirdə 2 maddə həll olur. Yəni, su ilə efiri götürsəm birinci, 2 maddə həll olurlar və bunlar qarışar. Amma bizə lazımdır ki, biz bunları ayıraq. Çünki bizə deyir ki, maddələri ayırmaq üçün hansı həlledicilərdən istifadə olunur. Ona görə mən su ilə efiri götürə bilmərəm. Bir daha təkrar edirəm. Çünki 2 maddə həll olur. Ona görə birinci spirti götürürəm. Spirti götürdüyüm zaman birinci spirti götürsəm nə baş verər? X spirtdə həll olar, onsuz Y ilə Z həll olmur, qıraqda qalır. X həll olar, artıq X-in üzərindən xətt çəkə bilərəm. Və spirtdə silirəm, çünki spirtdə istifadə elədim, X-i də həll elədim. Sonra su ilə efirə baxıram ki, birinci hansını istifadə edəcəm spirtdən sonra. Baxıram ki, suda Y ilə Z həll olur, efirdə isə X ilə Y həll olurdu. Axı biz artıq X-i həll eləmişik, deməli burada da yenə bir dənə qalır. Sanki bir dənə qalanlara baxırsan, siz 2 dənə olanları istifadə edə bilməzsiniz. Çünki bir maddə ikisi həll olursa, bir həlledici 2 maddə həll olarsa, demək ki, biz onu ayıra bilmərik. Ona görə bir dənə olmalıdır. Birinci baxdım ki, spirtdə bir dənə X idi həll olan, X-i götürdüm. Efirdə düzdür 2 dənədir, amma spirtdən sonra artıq efir istifadə edə bilərik. Çünki X həll olur. Onsuz da spirtdən həll olur və X bitir. Ona görə burada bir dənə qalır. Baxın, bir dənə Y qalır efirdə. Ona görə efirdən istifadə edirəm. Üçüncü olaraq da daha doğrusu son olaraq təbii ki, sudan istifadə edəcəm. Doğru cavab Y variantı. Suda da təbii ki, birincisi deməli spirtdə X həll olundu, efirdə Y həll oldu. Son olaraq suda da artıq Y də bitmiş olacaq. Efirdən istifadə etdiyimiz zaman Y də bitmiş olacaq. Bir dənə Z qalmış olacaq, Y də həll olmuş olacaq. Onu da suda həll edəcəyik və bitəcək. Spirt, efir, su doğru cavab olacaq Y variantı. Keçək 101-ə. 101-ə keçməmişdən əvvəl bir dənə onu da qeyd edeyim ki, 100-cü sualda biz həm soldan sağa baxa bilərdik, həm də yuxarıdan aşağı baxa bilərdik. Yəni həm X-i ayrı, Y-i ayrı, Z-i ayrı da baxa bilərdik və yaxud da mənim baxdığım kimi su, spirt, efir olaraq da gedə bilərdik. Yuxarıdan aşağı olan variantı tövsiyə eləmirəm, çünki orada aləm bir-birinə qarışır. Ona görə soldan sağanı istifadə etməyinizi məsləhət görürəm. Baxaq 101-ə. 101-də deyilir ki, birinci qarışığın növü homogendir və 2 maddəmiz var. X ilə Y, hidrogəndə də Y ilə Z-dir. Deməli, bizə verilib birinci X plus Y və bizə deyir ki, bu homogen qarışıqdır. İkincisi isə Y plus Z-dir. Bu da hidrogen qarışıqdır. Baxın, bunların hər ikisində eyni olan hansı maddələrdir? Hər ikisində eyni olan Y-dir ki, həm homogen qarışığın tərkibində var, həm də hidrogen qarışığın tərkibində var. Bizə də deyir ki, X, Y və Z-i müəyyən edin. Təbii ki, əgər bu qarışıqdırsa, təbii ki, burada su olacaq. Yəni, istəyir homogenda, istəyir heterogenda. Yəni, əksər hallarda burada su olacaq. Ona görə avtomatik mən Y su götürürəm, D-ni atıram. Çünki D-də Y etil spirti verib. Sonra baxıram, X şəkər olsa, şəkərin üzərinə su gəlsəm, çünki X plus Y daxı birinci bu homogen qarışıqdır, ikincisi isə heterogen qarışıqdır.
Deməli, birinci qarışıqda əgər biz X-a şəkər versək və Y-a su versək, bəli, şəkər plus su homogen qarışıq olacaq. Deməli, burası doğru olacaq. İndi baxaq Z-ə. Y-lə Z-ə. Su və spirt. Su və spirt. Heterogendir? Xeyr. Su ilə spirt homogendir. A-nı atıram. Baxaq B variantına. X etil spirtidir, Y sudur. Bəli, etil spirt ilə su bizə homogen verir. Bəli, verir. Deməli, doğrudur. Baxaq indi Y-lə Z-ə. Su və neft. Su ilə neft bizə heterogen verir. Bəli. Heterogen verir. Deməli, doğru cavabımız olacaq B variantı. C variantına da gəlin baxaq. X-i verib neft, Y su, neft plus su homogen deyil, heterogendir. Bu da yanlışdır. Y variantında etil spirt ilə su bəli homogendir. Amma Y-lə Z-ə baxsaq, su ilə şəkər verib. Bu homogendir, amma bizdə heterogen olmalı idi. Olacaq, Y-də səhv olacaq. Doğru variant olacaq B variantı. Baxaq 102-ci suala. Oksigen, fosfor və kükürt elementləri üçün ümumi olan ifadələri müəyyən edin. Gəlin baxaq. Deməli, oksigen, fosfor və kükürt. Ümumi olan ifadələri istəyir. Çox atomlu bəsit maddə əmələ gətirirlər. Bəli, çox atomlu əmələ gətirirlər. Baxın, bu 4-dür, bu 8-dir, bu isə 2-dir. Hamısı çox atomlu bəsit maddə əmələ gətirir, doğrudur. Deyə bilərsiniz ki, axı bu 2 atomlu bəsit maddə əmələ gətirir. Bəli, 2 atomlu bəsit maddə əmələ gətirir, amma 1 atomludan başqaları çox atomludur. Yəni 2 atomlunu da çox atomlu hesab edirik. 2-yə baxaq. Allotropik şəkil dəyişmələri mövcuddur. Bəli. Oksigəndə demişdik ki, oksigenli ozon idi. Fosforda ağ, qırmızı, qara fosfor idi. Kükürddə isə kristallik və plastik kükürt idi. Burada gördüyünüz isə kristallik kükürtdür. Bu isə ağ fosfordur. Deməli, ikinci də doğrudur. Üçüncüdə nisbi atom kütlələri eynidir. Təbii ki, yanlışdır. Niyə yanlışdır 3-də? Çünki, məsələn, oksigen nədir? 16-dır. 16-nı 2-yə vursaq, bu eləyəcək 32. Fosfor isə 31-dir. 31-də 4-ə vura bilərik. Bu da eləyəcək 124. Təbii ki, elə bu ikisinə baxsaq, görürük ki, nisbi atom kütlələri fərqlidir. Deməli, 3 yanlışdır. Doğru olacaq 1-2-D variantı. Baxaq 103-ə. Hidrogen, fosfor və kükürt elementləri üçün ümumi olan ifadələri müəyyən edin. Deməli, hidrogen, fosfor və kükürt. Çox atomlu bəsit maddə əmələ gətirirlər. Bəli, çox atomlu əmələ gətirirlər. Doğrudur. Allotropik şəkil dəyişmələri mövcuddur. Hidrogenin allotropik şəkil dəyişməsi yoxdur. Ona görə yanlışdır. Amma təbii ki, fosforla kükürdün var. Dəyişkən valentlidirlər. Təbii ki, bu da yanlışdır. Çünki elə hidrogen bilirik ki, 1 valentli olur. Ona görə bu da yanlışdır. Doğru variant olacaq yalnız 1D variantı. 104-cü suala baxaq. Bu da bayaqki sualdandır. 100-cü sualdan həll edicilər verilib və həll olan maddələr verilib. Yenə soldan sağa baxırıq bu suala. Baxaq birinciyə. Birincidə hansılar həll olur? Demişdik ki, həll olanları qeyd edirik. Birincidə həll olur. X həll olur. Y həll olur, Z həll olunur. İkinciyə baxıram. İkincidə bir daha təkrar edirəm, soldan sağa baxırıq. İkincidə X həll olmur, Y həll olur, Z də həll olmur. Üçüncüdə X-la Y həll olmur, amma Z həll olur. Deməli, burada amma 2 dənə, daha doğrusu bir dənə ikilisi var. Yəni, bir dənə birincidə 2 maddə həll olur. Amma ikinci ilə üçüncü həll edicidə yalnız biri həll olur. İkincidə Y həll olur, üçüncüdə isə Z həll olur. Biz də demişdik ki, əgər birinci hansından istifadə ediriksə, yəni o birli olmalıdır ki, heç olmasa bir maddəni ayırıb çıxarsın. İndi gəlin sual oxuyaq. X, Y və Z bərk maddələrindən ibarət qarışıqdakı maddələri bir-birindən ayırmaq üçün hansı həllecilərdən və hansı ardıcıllıqla, burada ardıcıllığı soruşur ki, istifadə etmək olar. Təbii ki, biz ən birinci 3-ü istifadə edirik. Niyə? Niyəsini isə deyirəm. Birinci burada 3-ü istifadə eləsək, 3-də Z həll olacaq. Baxın, 3-ü birinci istifadə elədik, birinci 3-ü istifadə elədik, 3 həll oldu, bitdi. Və 3-də nə həll olurdu? Z. Deməli, Z bitdi. Ondan sonra artıq biz keçib ikincisini həll eləsək, ikincidə nə həll olacaq? Y həll olacaq. Y-də həll olub bitəcək. Ondan sonra artıq 1-də bir dənə X qalacaq. İndi sizdə sual yarana bilər ki, niyə birinci, ikincidən istifadə eləmədi? Doğru cavab deməli olacaq A variantı. Sual yarana bilər ki, niyə birinci, ikincidən istifadə eləmədik?
İkincidə də bir dənəsi həll olurdu cəmi. Çünki baxın, ikincidə də yalnız y həll olur, üçüncüdə isə yalnız z həll olur. Biz də demişik ki, birinci bir həll olunandan başlayırıq. Bəs onda niyə ikinci olmur? Çünki baxın, ikincidə nə həll olurdu? Y həll olurdu. Amma həmin həll olan y eyni zamanda birdə də həll olur. Amma bizə eləsi lazımdır ki, digərlərində həll olmasın. O isə baxın, üçüncüdə z. Yalnız z-də həll olur. Baxın, digərlərində həll olmur. Deməli, doğru variant olacaq A variantı. 105-ci sualda eynisidir. Deyir, x, y və z bərk maddələrindən ibarət qarşıdakı maddələri bir-birindən ayırmaq üçün hansı həlledicilərdən və hansı ardıcıllıqla istifadə etmək olar? Yenə də həll olanları soldan sağa doğru işarə eləyəcəm. Birincidə baxıram ki, bir dənə z həll olur. İkincidə x həll olur, y həll olur, z həll olmur. Üçüncüdə isə y həll olur və bir də z həll olur. Və demişdik ki, biz birinci bir dənə həll olandan başlayırıq. Baxıram ki, 2-də 2 maddə həll olur. 3-də də 2 maddə həll olur. Amma bir dənə birinci həll edicidə yalnız və yalnız z həll olur. Deməli, əvvəlcə birdən istifadə edirəm ki, z-i ayırım. Deməli, bunu da istifadə etdikdən sonra 1 istifadə olmuş olur və z maddəsi də həll olmuş olur. Sonra baxıram ki, 2 yoxsa 3-dən. Çünki baxın, B variantında da, C variantında əvvəlcə 1, sonra 2-dir. B variantında isə əvvəlcə 1, sonra 3-dür. Sonra baxıram ki, ikincidə həm x, həm y həll olur. Amma üçüncüdə yalnız y həll olur. Biz də demişdik ki, bir dənə həll olanı götürürük. Deməli, sonra da 3-dən istifadə edəcəm. Doğru cavab olacaq B variantı. 2-dən istifadə edə bilmərəm. Çünki həm x, həm y həll olur. İkisi həll olursa biz maddələri ayıra bilmərik. Davam eləyək 106-cı sualına. 106-cı sualda bizə deyir hansı ifadələr doğrudur. Aha, bu qaynama temperaturudur və bu da zamandır. Baxın, görürsünüz ki, birincidə və üçüncüdə qaynama temperaturu get-gedə artır. Təbii ki, birincinin qaynama temperaturu T1 böyükdür üçüncünün qaynama temperaturundan, çünki daha yuxarıdadır. İkinci isə sabitdir. T2 isə konstantdır. İndi gəlin bir-bir variantlara baxaq. Ümumiyyətlə yadınızda qalsın ki, əgər bir maddənin qaynama temperaturu sabitdirsə, yəni məsələn 2-də, bu saf maddələrə aiddir. İndi isə gəlin baxaq. Çünki saf maddələrin demişdik ki, qaynama temperaturları dəyişmir, sabit olaraq qalır. Birinci bizə deyir saf suya aiddir. Xeyr, birincinin gördüyümüz kimi burada, gəlin göstərək. Birincidə, baxın burada. Birincinin qaynama temperaturu neyinir? Artır. Amma bizə lazımdır ki, qaynama temperaturu artmasın. Çünki burada saf verilib. Safda təbii ki, artmır. Amma burada artır. Deməli, bir yanlışdır. İkinciyə baxıram. Birinci xörək duzunun suda məhluluna aiddir. Birinci xörək duzunun suda məhluluna aiddir. Bəli. Ümumiyyətlə, yadınızda qalsın. Burada yazdıq ki, T1 T3-dən böyükdür. Əgər T1 T3-dən böyükdürsə, ümumiyyətlə, hər ikisi artır. Gördüyünüz kimi, həm 1, həm 3 artır. Deməli, hər ikisi bunların qarışıqdır. Hətta mən bunu qeyd edeyim. 1 ilə 3, burada yazaq. 1 və 3 qarışıqdır. İkinci isə saf maddədir. İndi baxıram. Birinci xörək duzunun suda məhluluna aiddir. Bəli, ola bilər. İkinci saf suya aiddir. Bəli, dedik ki, ikinci saf maddədir. Burada qeyd elədim, doğrudur. Dördüncüyə baxıram. Üçüncü etil spirtinin suda məhluluna aiddir. Etil spirtinin suda məhlulu, bəli, doğrudur. İndi burada belə bir sual ortaya çıxır. Niyə xörək duzunun suda məhlulu, yəni 1, etil spirtinin suda məhlulundan, yəni 3-dən daha çox temperatura malikdir. Niyə 1 3-dən böyükdür? Çünki xörək duzu bildiyimiz kimi bərk haldadır, etil spirti isə maye haldadır. Təbii ki, bunu da yadda saxlayın. Bərk plus mayenin qaynama temperaturu maye plus mayenin qaynama temperaturundan böyük olur. Ona görə də xörək duzu etil spirtindən daha çox olacaq. Bunu da əlavə bilgi kimi vermək istədim. 5-ə də baxaq. Üçüncü xörək duzunun suda məhluluna aiddir. Təbii ki, ola bilməz. Çünki dedim ki, xörək duzu bərk olduğuna görə daha çox olan xörək duzu olacaq. Yəni, birinci olacaq. Baxın, burada 2-ni düz götürmüşük. Ona görə bu da yanlış olacaq. Doğru cavab olacaq 2, 3, 4.
Keçək 107-ci suala. Ayrıcı qıfdakı maddələri müəyyən edin. İlk öncə yadımıza salaq ki, ayrıcı qıfla biz nəyə ayırırdıq? Ayrıcı qıfla bilirik ki, müxtəlif cinsli, yəni heterogen qarışıqlara ayırırdıq və durultma üsulundan istifadə edirdik, yəni ayrıcı qıfda. Və məsələn, yağ plus su, neft plus su, yəni bu cür maddələri ayırırdıq. İndi gəlin baxaq. Və burada şəklə diqqət yetiririk. Baxın, burada x yazılıb. Şəkildə yaxşı düşməyib. Bu isə y-dir. Görürük ki, səthdə qalan x-dır, digəri isə y-dir. Bu bizə nəyi bildirir? O deməkdir ki, rho x, yəni x-in sıxlığı y-in sıxlığından daha azdır. X-in sıxlığı y-in sıxlığından daha azdır ki, o onun səthinə çıxıb. Yəni, məsələn, bu yağlı sudursa, təbii ki, x yağdır, y isə sudur. İndi baxaq, x benzindir, y sudur. Bəli, benzinin sıxlığı suyun sıxlığından daha azdır. Ona görə səthə çıxır, doğrudur. Yəni bunu hər zaman bu şəkildə yadda saxlayın. Yağ plus su olaraq. Yağı suya qarışdırırıq. Bir müddətdən sonra yağ suyun səthinə çıxır. Deməli, səthə çıxan yağ, neft, benzin bunların hamısı ola bilər. İkincidə x su, y benzin ola bilməz, çünki suyun sıxlığı daha çoxdur və y-də x, yəni y-də su, x deyil. Bu yanlışdır. Üçüncüdə etil spirtusu, bu təbii ki ola bilməz, çünki etil spirtlə su eyni cinsli qarışıqdır, amma ayrıcı qıfdan biz istifadə edirik müxtəlif cinsli qarışıqlarda. Dördüncüdə x su, y bitki yağı, xeyr, tam əksi olmalı idi. X bitki yağı olmalı idi, y su olmalı idi. Və təbii ki 5 də doğrudur. X bitki yağı, y su. 5 də doğrudur. Doğru cavab olacaq 1, 5. Keçək 108-ci suala. Ayrılma üsulları verib, ayrıcı qıf və bir də süzmə. Ayrıcı qıfla, baxın elə burada qeyd elədim, burada ayrıcı qıf var idi və qeyd elədik ki, ayrıcı qıfla müxtəlif cinsli qarışıqları ayırırdıq və maye plus mayeni ayırırdıq. Hətta burada yazın. Maye plus mayeni ayırırdıq ayrıcı qıfla. Amma eyni zamanda maye plus maye olsa da demişdik ki, müxtəlif cinsli olmalıdır. Mötərizədə yazıram heterogen. Digərində ver bizə süzmə. Süzmədə nədən istifadə edirdik? Süzmə isə bərk plus mayedə olurdu. Eyni zamanda bu da heterogen qarışıqda olurdu. Çünki homogende təbii ki həll olurdu. Onu buxarlandırmaqla ayırırdıq. Nümunə olaraq da deyə bilərik ki, ayrıcı qıfda məsələn ola bilər yağla su, süzmədə isə qum, su, məsələn bunu nümunə göstərə bilərik. İndi gəlin baxaq. Etil spirti su heterogendir. Bunların hər ikisi yazdıq. Baxın burada. İkisi də heterogendir, amma etil spirtlə su homogen qarışıqdır. Ona görə A-nı atıram. B variantında təbaşir su, təbii ki bərk plus mayedir və heterogendir, süzmədir. B gedəcək 2-yə. Neft plus su, maye plus mayedir və heterogendir, gedəcək 1-ə. Xörək duzu su həll olandır, homogendir, D-ni atıram. Y-yə də baxıram, qum plus su, qumla su da bərk plus mayedir və heterogendir, gedəcək süzməyə. 1C, 2B-yə. Keçək 109-a. 109-cu sualda da bizə verilib bəsit maddə, mürəkkəb maddə və bir də qarışıq. Baxaq, hava, almaz, civə, benzin və fosfin. Fosfinin yazılışını burada qeyd edirəm. Təbii ki, siz bunları keçəcəksiniz, amma qeyd edə bilərsiniz istəsəz. pH3 şəklində yazılır. Bu fosfindir. Gördüyümüz kimi pH3, yəni həm tərkibində fosfor, həm də hidrogen var, yəni mürəkkəb maddədir. Y gedəcək mürəkkəb maddələrə. Benzin. Benzin təbii ki bildiyimiz kimi qarışıqdır. Ona görə gedəcək qarışıqların siyahısına. Hava da qarışıqdır. Tərkibində müxtəlif qazlar var. Ona görə bu da gedəcək qarışıqlara. B ilə C isə hər ikisi bəsit maddədir. Çünki almaz karbondur, civə isə bu şəkildə yazılır. Yəni hər ikisi bəsit maddədir. Bunlar isə gedəcək 1-ə. 1BC, 2Y, 3AD. Son sualımıza baxırıq bu bölmənin. 110-cu sual. Bəsit maddə, mürəkkəb maddə və qarışıq, bayaqki sual. Deməli, birinci şəkərdir. Şəkər təbii ki mürəkkəb maddədir. Çünki şəkər C12H22O11 şəklində yazılır. Disaxariddir. Saxarozanın tərkibidir. Bunu da istəsəz qeyd edə bilərsiniz. Üzvü kimi də keçəcəksiniz. Saxaroza C12H22O11 şəklində yazılır və deməli şəkər oldu mürəkkəb maddə. Bura gedir. Neftə baxıram. Neft təbii ki, baxın, yuxarıda da benzini qarışıqlara götürmüşdük. Burada da neft təbii ki, qarışıq olacaq. Qrafit dedik, karbondur, təbii ki, bəsit maddə olacaq.
Duman, yəni havada olan bir şeydir, müxtəlif qazlardan ibarətdir, bu da qarışıqdır. Amonyakın isə formulu NH3-dür. Təbii ki, mürəkkəb maddədir. Tərkibində həm azot, həm də hidrogen elementləri var. Bu da gedəcək, Y variantı da gedəcək mürəkkəb maddələrə. Deməli, cavabımız oldu 1C, 2AY, 3B-dir. Bu videomuzda da kimyanın ilk anlayışlarının birinci bölməsi olan maddələr bölməsini bitirdik. Gələn videoda isə sizlərlə valentlik bölməsinə baxacağıq. Bu günlük bu qədər. Sağ olun.